Keçək dərsimizin izahına. Çox maraqlı dərsdir bu arada uşaqlar. Dağların necə yarandığını bu dərsimizdə öyrənəcəyik. Hansı dağlar var, hansı xüsusiyyətlərinə görə dağlar fərqlənirlər. Bugünkü dərsimizi sonuna qədər izləsəniz bu haqda məlumatınız olacaq. Deməli, dağların necə yarandığını bilirikmi? Dağlar yer səthinin əsas relyef formalarından biridir. Ən azından hər birimiz dağlarla tanışıq. Dağın nə olduğunu bilirik. Sadəcə biraz elmi cəhətdən təriflərini öyrənəcəyik. Həqiqətən nədən yaranıb, nə deyilir və yaxud da hansı hissələrdən ibarətdir. Bunları sadəcə elmi şəkildə tam dəqiqliklə bugünkü dərsimizdə öyrənəcəyik. Onlar ətraf ərazilərdən hündürlüyünə görə kəskin şəkildə seçilir. Dağlarda olarkən dağ silsilələri, dağarası çökəkliklər, başı qarlı və buzlaqla örtülü hündür zirvələr, dərin çay dərələri, gözlə görünən və görünməyən tektonik çatlar, yamyaşıl meşə və çəmənlərdən ibarət əsrarəngiz mənzərənin şahidi oluruq. Biz hələ ki dağların necə yarandığını